Heç uzağa getmək lazım deyil. Elə öz Azərbaycanımızda məscidlərin birinə gedin. Namazdan sonra bayıra çıxan qardaşlara yaxınlaşın, bir dənə sual verin. Hətta o müsəlmanlar qoy özünə vicdanla sual versin. Məni dinləyənlər qoy vicdanla sual versin. Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edib axı. Ayda bir dəfə Qur'anı başdan axıra qədər oxumağı əmr edib sahabələrinə. Bir dəfə, ən azı bir dəfədir. Soruşursan ki, qardaş, neçə ildir İslamdasan? Deyəcək, 10 il. 10 il İslamdasansa, deməli, sən Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə tabi olsaydın, 120 dəfə Qur'anı oxumuş olmalıydın. 120 dəfə oxumusan Qur'anı, deyəcək, nə danışırsan? Bir dəfə, 2 dəfə oxumuşam. Və başını salacaq aşağı utandığından. Amma sahabələr hər gün Qur'an oxuyurdular. Ona görə az bir topluma Allah Teala o izzəti bəxş etdi. 15 əsrdir ki, insanlar onlara rəhmət oxuyur. Radiyallahu anhu deyir. Amma sonraki insanlara baxırsan ki, onlar artıq o qədər zəifləyib ki, hətta ayə var, ayə. Deyir ki, sonra elə bir nəsil gəldi ki, onlar namazı tərk etdilər. Yoxdur, özünə müsəlman deyir, amma namaz qılmır. Namaz qılmasam da olar. Necə ilə namaz qılmasam da olar? Allah Teala bəs bunu Quran-ı Kərimdə niyə əmr edib? Allaha asi olacaqdınsa, sən necə müsəlmansan? Nə cavab verəcəksən?